fikirlərini bilirsiniz, daha sonra suallar. Axşamınız xeyirli müəllimimizi, əziz müəllimləri, ülkəmizə, komandasının hər mübaliğə apardılar və layiqli fəaliyyət əldə elədilər. Çünki çox istəklidirlər, çox olmaq istəyirdilər. Öz futbolçularına gəlincə, deyəcək bir söz yox. Alınmayanda alındı. Vəziyyət çəkdilər, yoruldular əlbəttə ki. Hər bir halda çempionatda daha yaşlaşdırmaq istərdik. Ne var ki, gözləyək. Bu maçlara qarşı da bir daha göstərdik ki, asıl oyunumuz olmayacaq. Bütün oyunlara maksimum motivasiyayla, maksimum hazırlıqla çıxmalı. Onlar Nazirə və qarşıdakı bir iki göre azlaşmalıyıq. Buyurun, suallara geçebiliriz. Qurban müəllim, ilin ilk mətbuat konferansında bildirmişdiniz ki, 2026-cı ilin əvvəlində 3 yarışda mübarizə aparırsınız və buna görə sizin heyətiniz daha geniş olmalıdır. Və artıq ilin ilk oyununda Premier Ligada heyət çatışmazlığının belə deyək ki, hiss olundu məğlubiyyətə nəzərdə tutan. Yəni transferlər necə gedir, hazırda vəziyyət nə yerdədir və xüsusilə Qarabağın daha çox Andropoulos və Paqolavalın adları hallanır. Bu barədə nə deyə bilərsiniz? Danışıqlar, gedən futbolçular var, amma onların adı yoxdur, yəni onlarla danışılırlar. Amma ümumi transferə gəldikdə, mütləq şəkildə başarılı lazımdır, amma belə asan deyil. Bu dəqiqə onun üçün gətirək komandaya. Və ondan başqa mən hazır oyuncular bir yana, biraz hazırlıqda, yəni biraz sıkıntı oldu, hazırlıqda biraz problemlər olur, məşqin keyfiyyətində, sanki hissiyə görünür ki, o istədiyimiz keyfiyyətlərini bilmirik, bizə biraz problem yaşadı. Amma illərdir belə oldu, amma indi komandalar daha təcrübəli oldular, daha bir-birini yaxşı tanıyırlar, daha inanlı oldular. İndi hal-hazırdakı oyunlar, nəticələr sanki göstərir ki, biz daha da aktiv olmalıyıq, daha da oyunlara məsləhət yanaşmalıyıq. Hər halda mübarizə aparacağıq, sadəcə belə oyunlarda əlbəttə ki, bizim üçün hər bir xal dəyərlidir və qarşıdakı oyunları dediyim kimi, qarşıda kubok da gəlir, biraz oyunların sayıları çox qalır. İnşallah yaxşı olur. Buyurun. Programın keçmiş olsun əvvəlcə. Son günlər mətbuatda belə bir məlumatlar var ki, Bəhlul Mustafa'da Çin klubumun təklif var. Bu barədə hərəkətə uyğundurmu? Bu barədə sizlərlə danışmaq istədim. Maraqlarından da Bəhlul'un iller çeşitli məcmualarından var. Təkliflər gəlir. Yəni, bu oyuna yetkin olmak gəlmişdir. Yəni, bir konkret bir qərar verildi. Buyurun. Bədavinin səbəsi ciddi olursa? Biraz ciddi göründü. Çok büyümüştü. Şişte, çok böyle. Ben büyük, ciddiydi çok. Buyurun. Özüm gördüğüm bir sorun biraz. Ama bütün məğlubiyyətdə Eintrachtla oyundakı qalibiyyətin nə dərəcədə oldu? Belə qalibiyyətdən sonra ümumiyyətcə rolu var. Amma bunu səhər qışmən deyilik. Şikayət özüm olsun, boşlar olsun. Bu səhər qışmən deyilik. Biz əvvəlcədən qışmən qoyacaq, əvvəlcədən hazırlıq görürük. Bəzən alınmır, bəzən dediyim kimi komandalar bizə daha elə bil ki, bizi daha yaxından tanıyorlar, daha inanlı oldular və sanki təxmin bilirlər ki, belə oyunlardan sonra istəməzdim məsələn bugün heyəti çox dəyişik edim, amma oyun biraz fərqli, biraz göstəricilərə baxdım. Hətta gördü, Zubirlə Mərkəli üçün məşq salmamışdı, vurmuş deyə. Yəni onların həddən çox yüklənmişlər. Montiyerin məğlub səhvlərə görə biraz nə qədər vaxt oynamadı, belə böyük oynadı. Birdən belə çıxmışdı, ehtiyat edirdi. Zubir də onu göstərəcək həddən az yuxarı edirdi, ehtiyat elədi ki, biraz tam
sizin haqqınıza girdiyini qeyd elədi mənə və haqqını hava eləməyi dedi mənə, yəni haqqınızı hava edib. Ümumiyyətlə, həmin oyundan sonra sizin istəmədən haqqınıza gidənlə hava edirsiniz, yoxsa yox? Mənə deməyirdilər, hələ göndərmədilər. Mən haqqım varsa, bana hava edirəm. Amma ümumən belə mənə çox insan yanaşır ki, yaxınlaşır ki, bəs haqqımı hava ediləsin, haqqımı düz fikirləşməmişəm, düz fikirlə söyləməmişəm. Bu neçə illərdir, 10-15 illərdir davam edib. Hətta demək olar ki, bütün yerlərdə belə insanlar var. Amma insan da kənardan bir nəfər tanıyanlardır, fikir yürüdənlər və belə hallar olur. Amma heç bir tarif deyil. Yəni, bir ildən sonra yenə onların hallar. Belə olmasın, heç müraciət etməyə ehtiyac yoxdur ki, haqqım halaldır. Bizdə olmaz, bu dünyadan belki daha tez köçdük. Tez de köçdə yenə halaldır. Sualım var idi. Buyurun. Spor tasarlayan arkadaşlar. Van Dijk Qarabağ Çempionlar Liqasında Benfica, Eintracht kimi komandaları məğlub edib Chelsea ilə heç-heçə oynayıb. Ancaq bugün Kəpəzə məğlub oldu. Futbolcularınızı cərimələyəcəksiniz və yaxud cəzalandıracaqsınız. Oyundan sonra danışdıq, oyundan sonra motivasiya verildi boşlarına. Futbolun gözəlliyi budur ki, düşünmədiyim şeyler olur, düşünmədiyim oyun göstərirsən. Qarşımdakı rəqibə həmişə dəyərli var, gəlməsi olan haqqıdır. Cərimə lazım olunan vaxtlarda olunub, amma oyundan olmayacaq. Buyurun. Qurban, mən məğlubiyyətə görə təsvirlərimizi bitirəyim, amma belə bir iddialar var ki, Elvin Cəfərquliyeva Fənərbağçı və digər Avropa klublarından təkliflər göndərdi. Bu iddialar doğrudurmu? Məndə belə bir anlatı. Saytlarda və xəbərlərdə. Dedilər mənə, belə yazıblar ki, amma belə heç bir təklif, məlumat belə bir şey yox. Çok sağ olun. Teşekkürler.